Doktor, 3-cü və 4-cü mərhələ artrozun arasındakı fərq nədir və bu tip xəstələrə məsləhətiniz nələrdir? Artıq 3 və 4 deyiriksə, işin irəlilədiyini artıq göz önünə almalıyıq. 3-də və 4-də osteofitlər, o sümük parçacıqları əslində olmayacaq, amma zamanla dejenerasiya uğrayıb oynağın kənarlarından çıxan sümük çıxıntıları oluşmağa başlayır. Ən önəmlisi 3 və 4 arasında fərq daralmanın daha çox olması 4-də və bu subkondral, yəni qığırdaq altında skleroz olması ən önəmli fərqlərdən biridir. Bu dərəcə artrozlarda təbii ki, heç bir müalicəni etməyən xəstələr ilk mərhələdə fizioterapiya, kəsinliklə, dərman və iynə müalicəsini etməli ola bilərlər. Çünki sonuçta biz protezi etməmizin səbəbi xəstənin şikayətlərinə bağlıdır. Yəni burada çəkilən rentgenə bağlı deyil. Elə rentgenlər var ki, xəstənin ağrısı çox azdır, o zaman xəstənin şikayətləri nə zaman artırsa, o zaman diz protezi və artroplasti etmək gərəkir. İynə məsələsinə gəldiyində isə artıq unutmamaq lazımdır ki, indi cəmiyyətimizdə də genel olaraq bir yaygın yanlış anlaşılmalar var. İynə vur, keçəcək, 1 ildir. Amma unutmayaq ki, bunlar sadəcə prosesi yavaşlatmaq da deyil, müalicə əhəmiyyəti də olan sadəcə 1-2 iynə və düzgün müalicəsində istisnalar xaric, artroza genəllə müalicə adına edilmir. Bunlar daha çox xəstənin şikayətdən azaltmaq adına edilir və bu keçicidir. 3-cü və 4-cü dərəcələrdə artıq iynənin müalicəsinin də başarı şansı 1-ci və 2-yə görə və qat-baqat aşağı düşməkdədir ki, bu dünyada da yaygın edilən çalışmalarda da özünü göstərməkdədir. Kombinat tərzinli müalicələr artıq önərilməkdədir. İlk mərhələ müalicə etdikdən sonra əgər ağrınız keçmirsə, son mərhələyə, yəni diz protezinə doğru yönəlməlisiniz. Amma unutmamalıyıq ki, əgər bir dizə iynə edildiysə, ən az 3 ay gözlənilməlidir ki, protez əməliyyatı arasında vaxt olsun. Çünki arzu olunmayan bəzi komplikasyonlarla qarşılaşıla bilər ki, bunların da ən böyüyü infeksiyondur.